7 milyon abunəsi olan Gözde Yıldızı karting eləməyə gətirdim. Bu videoda Bakıda edə biləcəyiniz ən yaxşı, Belə bir şey yoxdur. ən əyləncəli və ən maraqlı aktivitelərlə tanış olacaqsınız. Ondan öncə sıra gəldi Azərbaycanın ən hündür attraksiyonuna minməyə. 18 ildir Bakıda yaşayıram. Heç vaxt minməmişəm. Deyirlər birdən ən təpədə olanda düşdü, qırıldı. Bax məndə o bəxt var ki, o məndə ola bilər. Şeytan çarxının nə böyüklükdə olduğunu bilmirsinizsə, mənlə onun arasındakı fərqə baxın. Artıq biletimi almışam, sırada gözləyirəm. Bu attraksiyonun qiyməti 10 manat idi və nə yalan deyim, sıra irəlilədikcə içimdəki qorxu artırdı. Şalar sağa keçdim. Buradan necə görsəniz sizə onu göstərim. Ya Allah, girdim. O uşaqlar çox istidir içəri. Çox istidir deyəndə yəni normaldır da, temperatur çox qəşəngdir. Mən elə bildim ki, soyuq olar. Nə olmaz burada eləmək. Sigaret çəkmək, onu çəkən deyiləm. Qalxırıq yuxarı, qorxuram. Çox qəribədir. Güvəndə olduğumu bilirəm, amma yenə də qorxuram. Dənizmola bax, əllərim əsir uşaqlar. Dənizmol artıq bu boyda görsən. Məzələm. Günəş gör nə qəşəng görsən uşaqlar. Oha. Uşaqlar burada bir dənə ada tapdım. Tapdım özdə elə bir mən kəşf elədim. Yeni dünyanın kaşifi Kristof Kolomb Allah'ın olsun bir dənə tər gəlir mənə. Bizim ev hardadır? Bir dənə qalıb ən təpəyə. Buna da elə bir doğuram. Hər an rəyim gedə bilər. Ən təpədə mənə, ən təpədəyəm uşaqlar. Bu video çox pik videodur. Like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Hələ bundan daha bomba aktivitelər eləyəcəyik. Sona kadar izlemeyi unutmayın. Bu videoda atam belə olacaq. Babayım. Hətta çox böyük ehtimalla YouTube Türkiyənin ən böyük YouTuberlərindən biri Gözde Yıldız da var. Amma indi dostumla bərabər buz arenasında sürüşməyə gedirik. Buz meydançasına da gəldik. Başımıza nəsə gəlsə cavabdehin özümüz olduğuna dair sənəd imzaladıq. Buzda sürüşəcəyimiz ayaqqabıları vermək üçün ayaq ölçümüzü soruşdular. Düz qalmır bura. Yeni söz demə. Bunu üstə çıxarsan pul görsənəlim, tər salsan. Bu necə üstünə salsın ya bu? Bu arada ikisi də eyni boydadır elə bil. Amma sənki məndən balacadır. Nə istəyirsən ki? Amma mən burada gəzə bilmirəm axı geyinəndən sonra. Biz burada geyinməliyik orada. Ay xanım. Xanım. Sesimi duyan yok ama. Gözə geyim soruşum. Gəzə bilmirik. Get soruş da Sadiq soruş gəl. Xanım burada giyinməli olduğumuzu dedi. Burada geyinməliymişik. Burada dolablar var imiş. Vay canına. Mən indi görürəm. Anayı gözlə. Ayo çox da çətin deyil. Deyəndən sonra yıxılmağım. Şaka mı? Can bura kod qoyaq. 14-15 qoyuram. 14-15 yadınızda qal. Hədə videoda var da baxarıq da sonra. Düz bağlamamışam. Bir dənə bura kimi Onlar elədi. sıx da. İlkin, mən hazıram. Zarafat elədi uşaqlar. Gülərsiniz. Abi mən yəqin ki düz bağlamışam da. Ay o birini bağlamamışam. Abi mən niyə yola versən? Haydi qardaşımın. Müsbət 12 dərəcədə. Müsbət 12-də xeyr. Mən 12-yə minən deyirəm. Oh, soyuqdur qaqa, sağ ol. Gəl bura görək. Gəldim hə. Salam. Salam. Neçə dəqiqə başlayacaq? Mən də olsam bizi belə ciddi almazdı. Aa, gözə ayaqqabı ayağımı sıxırma. Qardaşım, bu ayaqqabı sıxır. boğuladı, axıyor. Ağzımdan duman çıxır bax. Meydançada belə bir maşın var idi deyə 3-4 dəqiqə gözləməli idik. Hələ ki icazə yoxdur uşaq. Niyə elə məyus dedin sana söz? Çünki mən pis oluram. İçim ağrıyır. İlk dəfədir gəlmisən. Yox, ikinci səfər. İkinci səfərdir, mən də ilk dəfədir. İkinci qalada sən get yıxılsan da səni görüm, sonra mən yıxılam. Ala ikin. Ay bura çox pis deyil məndə. Şurada. Ay qardaşım, mən çox bacarıqsızam. Niyə getdik? Mən qalmışam burada, Allah haqqı qorxuram. O cəmaət necə eləyir bunu? Çox çətin bir şeydir. Ya ay yıxıldım. Uşaqlara bax, bir də mənə bax. Anlatsam şu derdimi küçücük çocuklar. Abi madem ayaqlarını sarın ayaqlarını üstünə qoy. Cəza mən də səndən tutdum gedək də. Abi gedək də dalga bax. Qaldım burada. Abi yıkıldım, abi yıkıldım. Abi yıkıldım. Ay, çok zor bir şeydi. Abi. Çok sağ olun. En bir anlatım ya. Qaqa mənə də gəzdir də. İşte gidiyor bir şeyden. Oğlum bu sürmək məncə əyləncəlidir axı. Sürməyə çalışmaq əyləncəlidir. Süra bilməmək əyləncəlidir. O tema var hep. Birini sevmək daha maraq. Birini sevmək sevilməkdən. Həcnunsa. Ya mən də bir qıraqla gedəm. Küçük kurbağa, küçük kurbağa. Mən ortaqda yefdə alacağım. Burada bu iki qardaş çox qəşəng sürüşümüzü görüb bizlə yarışmaq istədilər.
İkiniz oturun yarışaq sizlə. Ha yaxşı gəl. İlkin otur, iki otur yarışı. İlkin, sən kareskan keçər mənimki. Benim kayıskam geçecek. Geçer olar, ne olur bırak. Sən o yaxşısın. Uşaqlar, sürənməsən də sürünür. Ay xalıq. Keçəcək onları. Özümə inanmıram, həyatda inananda olur. Mən keçmişəm ilkin uşaqlar, çatmışam. Mən yıxırdım. Yıxırdım. Bu qaşıq yıxırdım. Gəzənmədi. Çox güclü sürüyor. Görürsünüz uşaqlar. Bayt eləməyin, yıxılırıq amma neysə. Uşaqlar, bizim vaxtımız bitdi. Nə yaxşı şikəst olmadı. Dizlərimi çək. Əllərimi çək. Yəni Gəldər qaçırsa. Şort giyinməyə ən pis vaxtı seçmişəm. Bu arada videonun irəliləyən hissələrində dostum Sadiqlə $100 golf oynayacağıq. Amma ondan öncə atamla bowling oynayacağıq. Səncə sən udacaqsan mən? Sən hələ getdiyim yolunu seyir elmirsən ki. Babayım. Uduzan udanı bir dənə mağazaya yapar, istədiyi hər şeyi alır. Yaxşı. Razılaşdı. Razılaşdı. Buz kankisində olduğu kimi burada da ayaqqabılarda problem yaşadıq. 43 mənə gəldi, 42 sənə gəldi, səhv geyindi. Orada. Hə, dəyiş. Uşaqlar, mən axırıncı dəfə bowling oynayanda top məndən ağır idi, amma indi də elə demə. Birinci mən atam. Elə yellətmirlər. Pis atışdır amma. Uzaklara dalmalar. Başlayırıq uşaqlar. Ən yüngülünü tapdım. Qaça atacam ki, ata bilim. Təcili cığallıq eləməliyəm uşaqlar, yoxsa uda bilməyəcəm. Sən necə? Mən yüngülünü seçməliyəm. Yox, yüngülü yox. Elə ağrı yaxşıdır ki, yüngül ora-bura qaçır. Ağır elədir ki, ağrı sən var gücün bura gəl. Bax. Hər yerimi atma xahiş edirəm. Atmıram, sən yer baxma. Bax görürsən bölgədim ki, uduzmayasan. Belə atmırsan, hər yeri. Düz aşağı ilə sürütləyirsən, amma var gücü ilə. Var gücüm oddan neyini? Kara geceler üzerime Mən belə atacam. Elə düzüb getməyəcək axı. Göyə atma, yerlə at. Budur. Dikimiz uşaqlar 9. Sən mən sana öyrədim. Peki sən nə deyirəm? Mən deyəndən sonra sənə görgəndim. Yox. Bunlara ehtiyac yoxdur. Onlar bəzə üçün imiş. Mən tapdım. Yox, Allah bəzə üçün deyil. Tutsan belə. Yox. Tutursan belə. Tut belə. Belə tut. Sən mənə Tut belə. Belə. Ay şey almayacaq. Diyan bir dəqiqə iki. Ay tutacaqsan. Bir dənə aşmadı. Dedim axı, özü yaxşı var. Ata gəl belə bir şey eləyək. 2 dəfəyə. Mən bütün hamısını devirsəm, oyunun qalibi mənəm. Devirməsəm oyunun qalibi sənsən. Hamısına söhbət edir. Hamısını. Ha, yaxşı artıq. Razısan? Razıyım amma sən uzuzdun ucu. Qızıl topçun oynayıram. Ya bir dənə haqqı var 2 dəfəyə. 2 dəfəyə demədi, bir dəfəyə dedi. Allah haqqı 2 dəfəyə Ha, gidib yaxşı. qaldırma. Allah. Nə belə ezir oğlum. Mən səni evdə tanımırdım. Vallahi 2 dəfəyə Ben gidib. bunu evdə 2 dəfəyə tanımamışam. demədi. Gəl belə bir şey eləyək 2 dəfəyə. Mən bütün hamısını devirsəm, açsam duram ha. Gəz məşq eləyək. Abiyoma bak da sen abiyoma. Sən bir şey elə də, gör, trenajör zalı var, onsuz zal gözləyirsən. Bir dənə trenajör zalına da get məşq elə gələrsən də. Ay, yaxşı, gəl getir. Gəzə udacam. Ölün gaga. Udacam Şey səncə. görək, bunlar nələr. Udacam səncə. Narıncılar qazanacaq. Narıncılar qazanacaq. Utdum. Uşaqlar mən qazandım. Atanı mağazaya gətirmişəm. Daha doğrusu ata bizi gətirib, maşını ata sürürdü. Mağazaya ata ilə girəcəyik, deyəcəm ki, nə istəyirsən ala bilərsən. Mayın 6-sı ya 7-si ya 5-i ya 8-i ad günüdür. 6 ildir YouTube-dayam və həmişə bu anı gözləmişəm ki, belə bir cümlə qurum. Bu mağazada istədiyin hər şeyi ala bilərsən. Deməyi çox istəyərdim, təəssüf ki, amma hələ ki bir dənə köynək almalı büdcəmiz var, çünki
10.000 20.000 istənirik. Mən uduzdum amma ad günümdür ona görə təbrik edirəm. Mənim əslində onlardan xoşum gəlir. Sağlardan. Bunlardan götürək. Bunlar pisdir. Mən öz razımın pasını bilmirəm. Ev girmirsən ata. Mən bilmirəm ki, mən həmişə gəlib nəsə alanda elə deyirəm ki, bax, oradan da götürürüm. Yəni səncə necədir? Yaxşı da, alırız. Belə videonun daha çox gəlmək üçün nə etsinlər? Like atsınlar da. Hələ ki çox əylənirəm, amma siyahımızdakı yeni aktivitəni eləməyə mən yox, Nihat və Sadiq getdi. Uşaqlar bilmir niyə buradayıq, amma çox qəşəng bir yerdəyik. Allah məndən ağırdı səni. Merhabalar. Oğlum, bu nə tər tağı? Şeylə də belə fırlat, sumka kimi beləvə tax. Gözde bu keçmirdi sən. Gözde yala. Neyse tersine Mendekine bak tersine Gel. Gəl, Nihat. 3, 2, 1. Fight. Ne ters uşaqlar. Kaldım ben. Videolarıma daxil olan ən populyar adama çox az qaldı. Amma Gözdə Yıldızla yarışmadan öncə golf meydançasına gedirik. Çünki Sadiqi udub $100 götürməliyəm. Bəli, indi golf oynayacağıq. Rəqibim də Sadiqdir. Udan neynəsin? 100 manat. Dollar. $100 ya. Dollar. Udana $100 verir Ben inşallah. yokum diye $100. Qayday dedi ki, top 20 manatda itirməyək. Biz də burada oynamağa 1 manat vermişik. Başa fırladaq desək. 19 manat xeyirləyik. Alın 19 Sen ama ben $100 vermem aslında. O qədər. Esra. Başladıq. İnşallah burada çox yer var. Oynayaq gəlin. İnşallah. Kaç diye. Qərara gəldik ki, ilk olaraq ən asan oynayaq və ən asan budur. Sevmişi fu. Mən başlayıram. O birisini hədəf almışam deyəsən. At Sadiq. A, bura bir dənə top gəlir. Başqası bura atdı. Al. İzleyin inşallah görün golfü ne tür oynuyorlar. İndi içine de ders vereceğim. Şikəst qalma bir dənə xahiş edirəm. O düz deşiye bak o. Alıp diye. Allah. Yaxın idi. Girəcək ya bu. Qəşəng çək. Xeyr, mən niyə ata bilmirəm? Bu dəfə girəcək. Allah gir. Golf necə oynanmaz onu çəkirik biz. Gəlin bunu oynayaq. Mən elə atacağam ki, gəl məndən. Top gələcək. Dəyəcək ora. Bura dəyəcək. Buradan da gələcək. Bura girəcək. Eləyəcəm onu, baxın. Abba bunu at. Düz yox $300 verirəm. Getdi ya Allah. Gözə, qəşəng. Çox əla, dəhşət irəliləmə var. Dünyanın hər yerindən izləyicisi olan YouTube ilə təkə-tək yarışmazdan öncə kanalımın Azərbaycanın ən bomba YouTube kanalı olduğunu sizə çatdırmaq istəyirəm. Ağlınızı başınızdan alacaq bir sıra videolar. YouTube'da daha əvvəl heç görmədiyiniz görüntülər var. Hər birini pulsuz izləyə bilərsiniz. Amma indi nəhayət bu kanalda qarşıladığım ən önəmli qonağıma tanış olma vaxtı gəldi. Son aktivitəni göstərmək üçün mən 7 milyon abunəsi olan Gözdə Yıldız ilə karting yarışı edəcəm. Salam, necəsən Gözdə? İyiyim, sen necəsən? Şükür Allah, mən də yaxşıyam. Azerbaycan'ın en iyi kanalına davetli. Daha ne isterim? Səncə sən qazanacaqsan ya mən? Tabii ki de ben. Siz nasıl söylüyorsunuz? İyi olan kazansın. Ya bana niye bu aktiviteyi seçtin ya? Doğruyu söyleyeceğim. Ben hep böyle iddialı konuşuyorum da ben kaybettim. Bakı kartingdə uşaqlar. Heyecanlısan Gözdə. Heyecanlıyım. Böyle bir kanala konuk olmuşam. Kapı atın ya arkadaşlar. Kapıyı Teşekkürler Ben centilmen. teşekkür Aa, ederim. kedi de geçti. Kediye de kapı açmış oldum. Of bir de valla belge imza atıyor arkadaşlar. Hiç Azerbaycan'da başıma bir şey gelmez yani. Gaydalarla tanış oldum ve kabul edin. Gayda ne demek? Buradakileri tam anlayamıyorum bile. Sana güveniyorum. qayda, kural, Gayda kaide gibi. qayda gibi. Bunlardan götürürük. Toka mı? Al. Ha, saçımızı Ha, toplayacağız. saç seçin ha. Senin saçın mı var? Alttan yesin, koftan altından. Koftanın altına, palta, tişörtün altından. Böyle kas takılmıyormuş, o yüzden at kuyruğu yapacağım arkadaşlar. Ben hiç istemiyorum aslında. Şimdi ben böyle şeyleri sevmiyorum. Hele yurt dışındayken hiç sevmiyorum. İstemiyorsan gidelim, Valla bitirelim. yapalım. Cidden. Senin için geldik. Yok yapalım. Uşaqlar Gözdə başqalarına çarpmaktan korkuyor. Ben istemiyorum. Şunlara bak, sporcular bak. Bunlar ne güzel yapıyor. Onlar yapsın işte. Maskeleri götürüyoruz şimdi. Maske mi? Allah'ım başımıza neler gelecek. Bir de maske. Maskeleniyoruz Böyle bir Gözdə. görüşük mü? Bilmirəm necə görsənəm, inşallah ki pis görsənmirəm. Hadi gidelim. Bam bam. Jaketi istiyorsan çıkar. Sertlik maktik yok. Bam bam.
Bu oysa ki benim şey ceketimdi bunlar gibi. Ben özenmiştim. Ben bugün özel hazırlandım. Bu benim karting ceketimdi ama neyse. Uşaqlar bəxtimizdən, Ağlıyor kız burası çizilmiş. bəxtimizdən bizdən qabaq çıxanlar qəza eləyiblər. Onlar kendilerinin yanlışı. Sen Krem yavaş sür. sürüyor. Ya biz de yanlış yaparsak? Yok yapmazsın, yavaş süreceksin. Yavaş sür. Ay çocuk. Uşaqlar ben de korkuram. Kolu, ağlıyor. Çok yavaş sür, tamam mı? Beni geçmeye çalışma. Zaten geçemezsin. Diğerleriyle ne yaptın? Onlarla keyif yaptın, beni buraya getirdin. Buz pateni falan İyi, olsa. buz pateni daha da kötü. İyi pardon. Orada kesin ayağımı kırar. Kendini çok korkutma ki iyi olsun. İndi Gözdə ilə birlikdə qaydalarla tanış oluruq. Deməli, göy bayraqda bir-birimizə yol verəcəksiniz. Kim göy bayrağı gördü, sürətini azaltsın, arxadan gələn maşına yol versin. Vurmadan keçə bilirsinizsə keçin, keçə bilmirsə gözləyin mən bayraq göstərim. Bu axırıncı kurukdur. Ağ-qara bayraqdan sonra bir dövrəyə vurun, gəlin yavaş-yavaş saxlayın. Kuruk biliyor musun? Tur, bir tur, sonuncu. Sualınız var? Sorunum var. Biz yaparken başkasını göndermeseniz olur mu? Çünkü Olur. ben insanlara çarpıyorum. Olar, çivi sürəcəksiniz. İkimiz ha. olacağız. Teşekkürler. Siz blogersiniz yoxsa TikTok falan? YouTuber abi. Cibinde ne varsa buraya koy. Buraya koy. Her iki güvercin Ya Allah, bismillah. Gidiyorum. Welcome to Forever, man. Let's go. Neye basacağım? 3, 2, 1, go! Uşaqlar, mən birinci turu tamamladım, gözlərlə indi öyrəndi. You know that this right here forever. Me to reintroduce myself, they call me İndi siz elə bilirsiniz ki, Gözdə məndən qabaqda. Amma Gözdə birincini, ben ikincini bitirdim. all the more times I've been seven up. Oh shit, I know we wanted to go. Think about time, somebody go get him that coat. Ben çok kötüyüm demiştim. İnşallah sakatlanmadan bu video biter. Ekranda gördüğünüz kimi birinci yerə mən çıxdım. Of. Yani kim kazandı? İlkin Gözde. Kim ben kazandım. kazandım. Ben kazanmadım mı? Yok. Yalnız sen çok kez çarpmışsın. Beyefendi söyledi. Ben de yakaladım İki- seni. iki Hep defa çarpıyordun çarptın. oralara ha. Sen daha çok çarpmasın. Gözüme gelecek gibi. Geldiğin için çok teşekkür ederim. Ben teşekkür ederim. Çok güzel oldu İlkin. Cidden. Çok hoşuma gitti. Kimse beni böyle karşılamamıştı bugüne kadar kanalında. Canım kardeşim. Yine bir Azerbaycan misafirperverliği gerçekten. Böyle videoların daha çok gelmek için ne yapsınlar? Beğensinler, yorum yapsınlar. Abone olmadan söyleyebilir misin? Abone olalım, bildirimleri açalım, videoyu arkadaşlarımıza gönderelim lütfen. Bay bay.